Romantik münasibətlər barədə danışarkən tez-tez səsləndirdiyim fikirlərdən biri də bu olurdu ki, bir münasibətə başlayarkən qarşı tərəfi dəyişdirməyə çalışmaq və yaxud da bu gözlənti ilə münasibətə başlamaq doğru deyil. Amma indi də məhz bu düşüncəni bunun üzərinə əlavə etmək istəyirəm ki, tez-tez müşahidə etdiyim davranış şəkillərdən biri də məhz münasibətlərdə bu olur ki, tutalım hansısa bir toksik davranışımız olur və yaxud da həm bizə zərər verən, həm də münasibətə zərər verən bir davranış şəklimiz olur ki, biz qarşı tərəfə bu formada özümüzü ifadə edə bilirik ki, mən bu cürəm, mən buyam, məni bu formada qəbul etməlisən kimi düşüncələrimiz ola bilir. Amma necə ki, birini dəyişdirməyə çalışmaq, davamlı olaraq birini dəyişdirməyə çalışmaq münasibətə zərər verirsə, ümumiyyətcə heç dəyişməyə açıq olmamaq, hər şeyi doğru elədiyimizi düşünmək də bir münasibətə zərər verə bilir. Çünki bir münasibətin içərisində olduğumuz zaman nələrisə dəyişdirə bilərik, inkişaf edə bilərik və yaxud da ki, bizə nəyinsə zərər verdiyini görürüksə, münasibətə zərər verdiyini görürüksə, müəyyən qədər də olsa qarşımızdakı şəxslə müəyyən mövzularda ortaq nöqtəyə gələ bilərik.